Çiğ halda daha dadlı olan dəniz məhsulları var. Bişdisə dadı qaçır. Videonu sona kimi izləyin, bu cümləmi izah eləyəcəm. Təzə balıq və dəniz məhsullarını Balikoedən sifariş elədim. Çaydan okeana hər növ dəniz məhsulu tapa bilərsiniz burada. Balikoedə hər şey təzə və keyfiyyətlidir. Elə bişməmiş ətdən hazırlanan tartar üçün tunanı da buradan aldım. Tuna tartar ən sevdiyimdir. Tunanı narın halda doğrayıb soğan, kapers, oyster və unagi sousu, dijon xardalı, limon suyu, mayonez və mütləq bildirçin yumurtası sarısı əlavə edib qarışdırıram. Qızardılmış düyü kağızında servis eləyirəm. Keçək tuna tatakiyə. Bu da demək olar ki, heç pişmir. Tataki usulu qızmar sətdə əti 2-3 saniyə möhürləmək deməkdir Asiyada. Soya sosu ilə çox zərif dad alınır. Okean xanısını isə lemon butter sousunu elədim. Limon suyunu tavada biraz qatılaşdırıram. Kərə yağı, kapers və sarımsaqla turşməzə sos hazırlayıram. Öncədən hazırladığım yaşıl yağ və mikro yaşıllıqlarda servis edirəm. Skalop, yəni dəniz tarafını isə sadəcə kərə yağında qızardıram. Ağ şərab ilə flambe eləyib elə öz sosunda təqdim edirəm. Hər birinin dadı gastronomik bir aləmə apardı məni. Desəm inanmazsınız. Bəs sizin aranız necədir dəniz məhsulları ilə?